Üzümləri 5 saniyə qaynar suda saxlayın. Bu işi 3 dəfə təkrar eləyin ki, kollan 15 saniyə zaman aparacaq. Ondan sonra bir yerdən alsın ki, mən paltar askısından istifadə elədim. Bağlarında üzüm var, getmə dayan sözüm var. Aşık olmuşam sənə, gözlərində gözüm var, özüm var. Yar qadasın mən anlam, yar başına dolanlam. Səni bir gün görməsəm, eşqin oturuna yanlam. Bir həftədən sonra kamil quruyublar ki, əgər çölgədə qurutsaz, rəhləri bu cür sarıya çalacaq və əgər gün qabağında qurusalar, bu cür tiri olacaqlar. Təmizləməyi üçün üzümləri əsli sapaqdan ayırın, bir sələdən keçidin, təmiz yuvun ta toz torpaqları getsin, bir təmiz parçanın üstünə sərin, bir gün evi mühitində qalsa amadədir. Bu rəvişlə çişmişlər tez qururlar və ətli olurlar. Bu postun layıqı yaddan çıxmasın. Yaşayasınız.